daha güclü olmaqdan bezmişəm. Bir adam anlamır ki, mənim də haqqımdır normal maaş almaq, mənim də haqqımdır istirahət günlərini normal keçirmək, mənim də haqqımdır bayram günlərində atamın, anamın, həyat yoldaşımın qəbrini ziyarət eləmək. Onlar mənim də haqqımdır. Bilirsiniz, mən bir status yazmışdım həmin gün, yəni o üst-üstə gəldi statuslar. Mən status belə çox yazan deyiləm. Mən kiməsə dəstək verən bir status yaza bilərəm. Amma özümlə bağlı ümumiyyətlə sevmirəm, problemlərimi yazım. Elə məndən betər problem olan o qədər insanlar var ki, əksinə onlara həmişə stimul verməyə çalışıram, pozitiv görünməyə çalışıram. Ya, məsələn, mən yolu piyada gedirəmsə, bunu özümə dərd eləmirəm ki, mən piyada gedirəm, amma metro ilə getməyə pulum yoxdur, mən piyada getdim. Mən ondan qürur duyuram, mən piyada gəzirəm, deməli, sağlam olacam. Mən nəyəsə qənaət elədim, deməli, daha sağlam yaşayacam, daha sağlam qidalanacam. Mən ət ala bilmədim, nə olar ət ala bilmədim, zato bir şəhid ailəsinin yol pulunu verə bildim. İşin həmişə müsbət tərəfi. Mən müsbət tərəfin, pozitiv tərəfini düşünürəm. Onları özümə dərd eləmirəm. Onlar xırda şeylərdir. Mən keçən dəfə Zaur Qəriboğlu oğlumun yanında deyəndə ki, biz jurnalistlər evinə getmişdik, orada hər bir jurnalist var, Roza xanım, biz dostluq, müharibə vaxtının dostlarıyıq, biz tələbə vaxtının dostlarıyıq. O deyəndə ki, oğlumun yanında ki, danışanda ki, bir də gördük ki, Gülnaz yıxılıb, partlamamış qradın üstünə yerə girib, amma partlamayıb. Amma hər an partlaya bilər. Qaranlıq, qapanlıda, işıq-sad yox, döyüş gedir. Aprel döyüşlərində. Və mən onda heç kimi onlar çəkmişlər və mən ümumiyyətlə sevmirəm gündəmdə olum. Mən kimsə gündəmə gətirsin ki, mən varam deyəm. Var olmağını gündəmə bir halə gətirməklə sevmirəm mən. Yəni, mən gündəmdə olum deyə nəsə. Baş verənləri belə mən çox vaxt, çox ümumiyyətlə yazmıram mən belə şeyləri. Mən belə şeylər yazmıram. Həyatımdan bağlı bunu yazdım, yedim, içdim, yatdım, durdum. Falan kəs mənə onu dedi, mən bunu dedim. Onlar mənim üçün xırda şeylərdir. Mən əgər orada partlayıb ölsəydim, nə xoşbəxt, nə mutlu mənə deyərdim. Yəni. Amma niyə mən orada partlayıb ölməliyəm ki, mən üstümə bir şeyi bağlayıb erməninin üstünə gedərəm, ya düşmənin üstünə gedib partlamağı daha çox şanslı ölüm sayıram, ya bir partlamamış qradın üstünə yıxılmaq. Onda uşaqlar qışqırışdılar ki, mənə yaxın gəlsin, mənim yaxın gəlməyim. Mən çalaydı, bir çalaydı, amma baş hissəsi çöldəydi onun. Deyəndim ki, mən sürünüb çıxmaram, yaxın gəlməyin də. Onların həyatını təhlükəyə atmaq istəmədim. Mənim oğlum çox qorxmuşdu ki, sən niyə axı getdin, sən niyə gedirdin axı, mama, sən niyə belə eləyirdin? Mən deyirəm ki, mama qurban, mən inanıram ki, sən getsəydin, orada olsaydın, sən də o cür olar. Mən ölümün bir neçə dəfə, mən çox ölümlərin bir addımlığında, bu birinci şey deyil məndə. Yəni, siz mənim çox pozitiv tərəfimi tanıyırsınız. Məsələn, aynəsdə işləyəndə bizdə bir xanım vardı, elə bil ki, hamımızı kredit götürəndə zamin eləmişdi və hamımızı da çox pis bir yerdə qoyub aradan çıxmışdı. 8 ildən sonra öyrənmişəm ki, bu adam bir qəpik ödəməyib və yapışıblar mənim yaxamdan və mənim də qəpiyim yox. Mənə o, bilmirəm onu deyim, deməyim də. O 2015-ci il idi. Yolda getdiyim yerdə Nəsimi rayon məhkəməsində mənə zəng vurdular icradan ki, təcili gəlməlisən. Mən də bir yetimin işinin dalınca gedirdim, yazacaqdım. Getdim, o yetim də məndən getdim. Getdim, dedilər ki, bu dəqiqə pul ödəyəcəksən, ya sən həbs eləyəcəyik. Mən aldım belə. Deyirəm, hamı bilir ki, bu mənim borcum deyil axı, mən zaminəm, amma qanunlarla mən ödəməliyəm də. O qaçan... Adamı zorla, billahla, adamın yeri yox, yurdu yox. Tapdılar, adamı gətirdilər, adam üzümüzə dirəndi ki, mən alıb elə ona verim, alıb göyə mənə verib. Mən mənə verdim, bəs o bir 15 nəfər, onlara da alıb verimsən. Mən ümumiyyətlə borçlu olmağı sevmirəm. Həyatımda yadıma gəlmir, kiminəsə 1 manat borc alım. Yoxdur. Su olacaq, su içəcəm, olmayacaq, oruç tutacam, kruqlu sutkalarla. Amma borc almayacam. Mən borc almağı sevmirəm. İnsanlara borçlu olmağı, borçlanmağı sevmirəm. Bax, həmin onda bir həftə orada atamın bir dostunun oğlu təsadüfən çıxdı. Mənim atam vaxtında onlara çox kömək eləmişdi. Və o dedi ki, Gülə sənsən? Hə, mənəm dedim. Sən dedim ki, bəs belə. O getdi, danışdı ki, mən onun ailəsini tanıyıram, atasını tanıyıram, özünü tanıyıram. O yalan deməz. Və mənə bir həftə vaxt verdilər. Və mən bir həftədə
15 bini hardan alıb gətirib verəcəkdim ki? Hə? Evime şeyimi yığışdırdım, bütün paltarlarımı sumkaya yığdım, apardım, küçüyə qoydum. Nəyim var? Ki, gözüm sağkən adamlar onu götürsün, giysin, mənə savabı bəsdir. Həmin qız mənə dedi ki, ya mən biraz adamam, belə kosmopolitan adamam, mən belə Allaha yalvarım, mən bu işim düzəlsin, mən belə şeylərə inanmıram. Allah inanıram. Amma Allaha yalvarmağın bütün problemlər həll olsa erməni çoxdan gidərdi. Hər gün Allaha yalvarıram ki, Allah'ım onları oradan rədd elə. Dedi ki, çək, Məhəmməd Peyğəmbərin ruhuna salavat çək 1001 dəfə. Bu sənin çox vaxtını almayacaq. Amma Allah sənə qapı açacaq. Orada dedi, belə tık elə, gülməyim də tutdu, gülümsündüm. Tık elə. Biləcək ki, bu kimdən gəlir filan kəsə, o sənə qapı açacaq. İnandım, elədim. Düz 2 saata 1001 dəfə salavat çəkdim. 1001 dəfə salavat çəkdim. Səhər açıldı. Saat 11'e qədər gözlədim. Qapı açılmadı. Heç açılmayacaqdı da. Evi yığışdırdım. Nəyi var apardım, küçəyə qoydum paltarlarımı. Oğluma dedim ki, mama qurban, git ginən müəllimin gilə. Bugün onlarda hazırlaş. Mənim biraz işlərim var, dərsləri var idi. Axşam tərəfi gələrsən. Mən o yazını bitirməliyəm, amma yazım sadım yox idi yəni. Yəni yazacaq halda değildim. Evimi yığışdırdım. Hər yeri. Bizdə ayaq yolunda belə dəmirdi, şeyin üstündə su saxlamaq üçün olan su baçoq, çəni. Oradan dəmir sallanır. Hər şey elədim. Bir kağızda yazdım, oğluma qoydum ki, yəni sənin arzuların qarşısını almamaq üçün bir məhbus oğludur deyilməsin deyə mən qadınam. Kişi olsam mücüm olmazdı bu mən. Mən bu yolu seçdim, mən bağışda. Keçdim bir dənə də corab tapdım. İstədim ki, özüm alsam. Həmin an qapım döyüldü. Qapım açıq idi, tam açıq idi. Yəni bizim evdə yaz gələndən qışa qədər soyuqlar üçün çöl qapı açıq olur. Çünki bir otaqda hava olmur, nəfəs ala bilmirsən. Aşağıya qonşu köçüb demə, evində remont gedir. Yoldan gəlib. Onlar dedi, sizdə biraz uzanım, mən dincəlim, sonra gedim. Olar dedim. Gəldi, oturdu, çay verdim, çiləldi. Danışır. Mən də bunu dinləyirəm ki, bu nə vaxt gedəcək? İndi oğlum gələcək. Bu getdi. Dedim ki, biraz da uzanım, dincəlim. Qərarı verərəm. Yenə qərar verdim. Keçmək istəyəndə yenə qapım döyüldü. Bir rəfiqəm gəldi. Dedi ki, Güləm, sən bizim hamımıza yaxşılıq eləmsən. Heç vaxt əvəzini gözləməmsən. 4500. Gidirik bu dəqiqə, veririk, sənin işini bağlayırıq. Amma həmin gün qəpiyim belə yox idi. Heç o da imkanlı qız deyil. Ömrü boyu müəllimliklə yığdığı pul vardı ki, o dərs deyir 50 manat, 50 manat, o pulu gətirmişdi. Apardı, onu ödədi. Mənim üzərimdən onu götürdülər, qalanın qız özü ödəyəcəkdi. Yəni. Və 7000'ə salmışdılar həmin pulu. 4500 onu verdi. 680 manat qızlar yığışdılar, atışdılar, sağ olsunlar. Məhkəmə xərcləri nə bilim nəyi var. Onu ödədilər və mən o bəladan qutardım. Bir dəfə belə oldu. Bu da ikincisi idi. Bezdim yəni. Bir şeylər oldu ki, mən onları deyə bilmirəm də. Bezdim mən ki, Azərbaycanda jurnalist deyilən bir nəsnə var görən. Bizi o cür qəbul edirlər. Biz mövcuduq vəbşi. Ümumiyyətlə mövcuduq biz. Yox, mövcud deyilik. Biz sürünürük. Bizə dəyər verən yoxdur. Nə dövlətdən bizlə maraqlanan var, yenə mətbuat şurasından bizlə maraqlanan var. Mən deyilmirəm. Bir dəfə də onların qapısını döyməmişəm. Nəsə istəməmişəm. Mən düşünmüşəm ki, hər kəs öz taleyini özü yazır, özü cızır, özü həll eləyir. Satılırsa da özü satılır, satırsa da özü satır. Kimsə onu məcbur eləyə bilməz nəyəsə. Bax, belə olmuşdu yəni. Sonunda da dostlar sağ olsun. Bax, mən yenə o gün piyada gəlirdim. Düşünürdüm ki, ip nədir? İp sənə incidəcəkdir, yazıqdır, sən bu boyda həyatda əziyyət çəkmirsən, indi hələ bir əziyyətlə də öl. Ən yaxşısı, bir dəfə mənə dedilər ki, Sedaflor belə, mən sutkada 1-2-3 saat yatıram. O qədər tərcümə, yazı yazıram ki, yəni gündəlik xərclərimiz var, oğlumun dərsləri, onları ödəməyə mən çatdırmalıyam. Mən borçluyam onun problemlərini həll eləməyə. O borçlu deyil mənim problemimi həll eləsin.
O hələ ayaq üstündə durmayıb. Mən ondan tələb eləyə bilmərəm, amma baxmayaraq o 9-cu sinifdən özünü tanıyandan işləyir. Hər yay tətilin işləyib. Mənə hər zaman kömək olub, dəstək olub. Heç vaxt uf deməyib. Kimsənin yanında biz kasıbıq, bizim pulumuz yoxdur, mənim anam əziyyət çəkir, bunu deməyib. Heç mən də bunu ona yaşatmadım. Oxumaq istəyirəm filan yerdə, oxuyaq dedim. Hazırlaşmaq istəyirəm, hazırlaşaq dedim. Hər zaman dəstək verdim. Mən kapitalımı oğlumun üzərinə qoymuşam. Yəni bir vətəndaş yetişdirmişəm bu vətən üçün ki, nə zamansa qürur duyacaq ondan. Mən əminəm ki, mənim oğlum, mənim o ümidlərim var, düşündüklərim var, ona heç demirəm onu, gözləntilərim var, onları bu vətənə verəcək. Mənim oğlum başqa ölkələrdə yapışıb qalmaz. Bir həftə tətil verərlərsə bura qaçar, vətəninə qaçır. Belə bir uşaqdır yəni. İstedadlıdır. Bunu bilə-bilə necə o elə qərar alır? O anda, bəs mən deyirəm sən, insanların intihar anında nə düşündüklərini, məsələn, bu bizim bir psixoloq yanınıza gəlir, intihar edir. Hamı deyirdi, niyə elədi, yox belə deyil, elə deyil. Mən o hissləri yaşayan bir adam kimi deyirəm. Mövlud, Allah rəhmət eləsin hamısını. O həddə çatdırırlar deməli səni. Elə yadına gəlir, mən bir dəfə də dedim ki, mən ümumiyyətlə işdə bizdə həmişə belə sözlər olanda mən deyirdim ki, bu adamların kişiliyi çatmayıb yaşamağa. Demə, səni kişilikdən elə çıxardırlar ki, mövcud olmursan. Havadan asılı kim olursan, ruh kim olursan. Yəni o hissi tam yaşadın elə mi? Yaşadım o hissi mən. Yəqin ki, bir də heç vaxt onu eləmərəm mən. Yəni, eləmərəm. Mənə gəlir ki, sən həm də geniş tamaşaçı kütləsi önündə söz verirsən də ona ki. Təbii, mən döyüşərək ölərəm. Ayıb olsun mənə. Sən adamsın, hə. Döyüşərək ölməyə lazımdır. Hə, bu çox yaxşı oldu. Çox yaxşı oldu. Nə planlaşdırırsan? Nə? Valla, mən düşünürəm. Bayaq dedin, bir söz yarımçıq qalmasın. Dedin ki, düşünürdüm ki, özümü əziyyətə salmayayım. Dedim də, sedaflor içəcəm, çoxlu. Hə, yatmaq. Yatacam, uzun incə bir yola çıxacam. Heç kimi də incitməyəcəm. Bizə də yazmışdıq, uzun incə bir yola. Hə. Amma həyatda daha uzun incə yollar varmış. Amma onu da bildin ki, səni istəyənlər... Hə, uşaqlar mənə çox dəstək oldular, narahat olanlar. Məsələn, çox utandım, mənə Zaur zəh vurdu. İllərlə görmədiyim Zaur Əliyev zəh vurdu. Bircə dəfə üzünü gördüyüm xatun zəng elədi, siz zəng elədiniz, Məlahət zəng elədi. Və mən sakitcə məktəbin həyətində 2 saat oturandan sonra tam sakitləşdim. Və özümə ayıb olsun sənə dedim, bu qədər adamı narahat eləmsən. Bəlkə də onu yazdım, Allah mənə yazdırdı, mənə bir sakitləşmə gəldi, dostlarımdan dəstək gördüm. Bəlkə bu da lazım idi. Mən tutaq ki, ev almaq üçün elan verə bilmərəm ki, mənim evim yoxdur, mənim problemim var. Mən çətinlik çəkirəm, məndən də çətin vəziyyətdə yaşayanlar var. Çox çətin vəziyyətdə yaşayanlar var. Mənə Allah bunu yazıb, döyüşmək yazıb, çətinlik yazıb, vuruşmaq yazıb. Demiş, baş redaktorlar demiş, qalmaqallar yazıb. Yəni, əslində intihar haqqında düşünmək nəinki acizliyin də acizliyidir. Mən dediyim kimi, İnsanın kişiliyi çatmalıdır yaşamağa, döyüşməyə. Yəni, intihar haqqında... Heç bir halda olmaz. Olmaz. Allahın verdiyi canı Allah almalıdır. Biz yox. Yəni, bu pis nümunədir. Bu, mənim o dediyim o qəzetlərdə yazılan kriminal xəbərlərdir. Bax, bu intihar, bu qadınlara təcavüzdür, vətənə xəyanətdir. Vətən, niyə mənim kimi bir jurnalist itirsin ki, qoy mən də özüm haqqında bir yaxşı söz deyim. Niyə axı yazsınlar ki, filan kəs intihar elədi, öldü? Nə planın var, nə arzuların var, ondan sonra nə eləmək istəyirsən? Valla, mən bir şey deyim sizə. Mən adətən oxuyuram, məsələn, mən bir jurnalist tanıyıram. Bəlkə 10 ildən çoxdur ki, jurnalistikada yoxdur. Hər il rəfiqəsi doğum günündə onu böyük bir jurnalist kimi təqdim edir. Hər il ondan müsahibə verir. Mən heç... Məsələn, məndən siz almışsınız, məsələn, 1905-ci sayt var, o alıb müsahibə. Var bir şey, mən belə müsahibə zat verməyə maraqlı və sevən biri deyiləm, yəni. Mənim öz həyatım var. Səhər 2 saat Türk demiş koşmaq, idman,
ev, oğlum, ən böyük layihəm oğlumdur. Yəni mən oğlumla qürur duyuram. Mənim oğlum hüquqşünas olacaq. Mənim oğlum bu dövlətin önəmli şəxslərindən olacaq. İnşallah. Mən ona inanıram. O qabağına bu məqsədləri qoyub. Mənim oğlum general olacaq. O yola çıxıb. Yəni mən ona hər şeydə dəstək verməliyəm. Sən o gəlinlə nə eləyəcəksən, onu da fikirləşsən. Gəlinə savabı azadlıq vermək lazımdır. Gəlin həyatını yaşasın. Gəlin də bir evin qızıdır. Mən də gəlin olmuşam da. Yəni, mənə olunanlar mənə xoş gəlməyibsə, mən onu niyə gəlin eləməliyəm? Media ilə bağlı nə planın var? Ev verəcəklərmi sənə? Düşünmürəm yəni, bilmirəm. Mən heç nə deyə bilmərəm. Mən bilmirəm. Yəni, o qədər adam deyir ki, məni tapşırdı. Mən kim tapşıracaq ki? Yəni, mən düşünmürəm. Sən də bizim siyahımızda varsan, yəni biz... Mən evsiz. Hökumət adamlar yazır ki, əvvəl Zeynallı dövlət şantaj edir ki, dostlarına ev alsın. Məsələn, mən adam tanıyıram ki, 2-3 il jurnalistikada oldu. Həmin o jurnalistlərin evindən ev alıb. Heç orada yaşamır da. Amma onu millətliyinə görə, nə bilim, bizim dövlət çox belə insanlara dəyər verir, başqa millətlərə daha çox dəyər verir, başqa xalqlara göstərir ki, biz sizin xalqların nümayəndəsinə görürsünüz necə yanaşırıq, onları bizimkilərdən daha yaxşı tuturuq. 30 il işləyən jurnalistə deyil, 3 il işləyən sənin millətin nümayəndəsinə ev verdik. Mən də ondan qürur duyuram. Mənim millətim başqa millətlərə tolerant yaraşır, bəli. Mən eləmirəm, doğrusunu deyirəm. Yox, mən demədim. Mən qürur duyuram. Mən bu vəziyyətdə yaşayıram. Yəni, mənim alnım açıqdır. Kimsə deyəməz ki, mən Gülnaza yazını sifarişlə yazdırdım, deyə bilməzlər ona. Yəni, mən bir şəhid ailəsinin hüquqlarını qorumaq üçün məhkəmələrdə döyüşdüyüm anlar var. Onu qazandığım var. Mən bir müharibə veteranı qadının oğlundan anasına aliment alıb vermişəm. Böyük Vətən müharibəsində canını qoymuş bir ana, o borçluqla, süpürgəçiliklə oğul böyüdən ana, oğul qapıya bir qıfıl vurmuşdu, ana bir balaca yerdə qalıb, mən o qapını açdırmışam. Mən bundan qürur duyuram. Mən peşəmə xəyanət eləmədim. Peşəm də mənə xəyanət eləmədi. Heç nə olmayanda azad yazdım, sərbəst yazdım. Verdim, pulumu aldım, qanararımla. Az da olanda səsimi çıxartmadım. Çünki pis desə, daha sənin o da verməyəcək yazını. Mən əl buyruqçusu olmadım. Mən vətənimi sevdim, dövlətimi sevdim. Kimsənin haqqını yemədim. Haqqımı da kimsəyə yedirtmədim. Nə yazdımsa 10 dəfə yoxladım, verdim. Cəmi bir dəfə istisna olmaqla heç vaxt məhkəməyə verilmədi. Onu deyəcəm. O da Eynullah Fətullayevin güdazına getdik. Bir dəfə hətta həbs olundun sən, deyil mi? Yox, şərt iş verdilər, 6 ay. Onu da bir aydan sonra Heydər Əliyev üzərimdən götürdü. Yəni, ən azından gördülər ki, mənim günahım yoxdur. Mən yazı qəzetdə çıxana qədər jurnalist qəzeti baş redaktorun yanını kəsib oturası deyildi ki. Baş redaktor da etibar eləmişdi Eynullah Fətullayeva. Eynullah Fətullayev da... Yazı təhrif olunmuşdu. Yazı təhrif olunmuşdu, bəli. Mənim səhərsi, bilmirəm, yadınızdadır, yox, iclasda da mən dedim ki, mən belə bir şey yazmamışam. Bu nədir? Bu nə yazıdır? Hamı dedi ki, əla yazıdır. İş məhkəməyə çatanda hamı məni günahkar saydı. Və məni xilas eləyən oldu ki, mənim yazıma necə yazdığım kompüterdə qalmışdı və onun saat dəqiqəsi göstərirdi ki, sonuncu dəfə o yazıda nə yazılıb. Və mən onu çıxardıb hamıya payladım onu. Yenə də hamı məni günahkar tuturdu. O qəzet bağlanmışdı Barat Nuriyevlə bağlı. Hamı qoyurdu mənim üzərimə ki, mən qəzet mənə görə bağlanır. Üstə düşmüşdü hadisə. Amma mənə bir aidiyyəti yox idi. Mən o məhkəməyə görə anamı, atamı itirdim. Afət Telman qızının bir verdiyi süjetə görə mənim anam infaq keçirtdi, öldü. Atam dözmədi, öldü. Aynı istə verir. Bəli. Yəni, mən jurnalistikada ən böyük itirdiyim şey valideynlərim oldu, jurnalistikaya görə. Amma həmişə günahkar saydılar məni. Yəni, haqqımı yedilər. Haqqıma girdilər. Mənim qəzetim yox idi. Mən deyim, çap eləsinlər. Bir dəfə bir Qənimət Zahidov bir yazı yazmışdı. Getdim Azadlıq qəzetinə, həmin ərəfədəydi. Getdim, dedim ki, Qənimət, heç sənə şər deyiblər. Dedi ki, o qədər. Dedim, bəs sən niyə mənə şər deyirsən? Dedi, olub da.
Qənimət bilərəkdən eləməzdi təbii ki. Bilmirəm, bilərəkdən eləmişdi, eləməmişdi, amma yazmışdı. Məsələn, orada yazmışdı, adımı da göstərmişdi. Özü yazmışdı, yoxsa qəzet ayrı yazmışdı? Təbii özü yazmışdı. Yazmışdı, Azadlıq qəzetində getmişdi. Və daha biri yazan idi, bir-iki nəfər var idi ki, mənə haqlı. Onlar sonra gəldilər, məndən üzr istədilər. Onlar həqiqəti gec bildilər, mən isə çox tez bildim. Yəni, inanmaq belə mi çətin idi? Mütləq çoxluğun yanında durmaq lazım idi. Əslində, maraqlı bir söz dedin. Əslində, şərə məruz qalan adam hamıdan öncə bilir ki, o şərə məruz qalır. Əslində, həqiqəti ilk o şərə məruz qalan adamdır. Amma əksinə onlar şeyə getdilər, yəni barmaqla işarəyə gedirdilər, barmaq hara yönəldirdisə onlar da ora yönəlirdilər. Mən tək qalmışdım. Haqlı ikən haqsız duruma düşmüşdüm. 2001-ci il. 2001-ci il, sentyabr ayında. Deyəcən yadımda. Amma ondan sonra sən heç elə məhkəmə hadisələri... Mən ona qədər də olmamışdı. Çünki mən heç zaman haqsız, mən Azərbaycanın kütləvi informasiya vasitələri haqqında qanuna əsasən işləyirəm. Mən bir tərəfdən yazıramsa, qarşı tərəfi öyrənməmiş onu vermirəm. Mən jurnalistkan kodekslərinə riayət edirəm. Olmayan bir şeyi yazmıram. Adamın səsi məndə qalır. O zaman da səsi baş redaktora vermişdim. Sonra bəlli oldu ki, baş redaktorun stolunu siyirməsindən onu götürüblər o kaseti. Mən kasetdə nə var idi onu yazmışdım və baş redaktora vermişdim onu. Yəni o zaman oyunlar getdilər. Şahbaz da o oyunların qurbanı oldu. Millətin səsi deyil. Hə, Millətin səsi bir çox qəzetləri basıb keçmişdi artıq gündəlik qəzetlər. Bu çoxu üçün təhlükə idi. Ölkənin ən önəmli qəzeti idi, yadımdadır. Öncə biz getdik. Hə. Ya yoxsa mənim Fəthullayev gəldi. Mən məsələn o adı yazılan məmur deyil mənəm. Mənim haqqımda onu yazsaydılar xoşuma gələrdimi? Təbii gəlməzdi. Mənə şər böhtan deyirlər xoşum. O da şər idi. Adama qarşı şər idi. Olmayan bir şeyi götürüb yazının içinə yerləşdirmişdilər. Onda da Ramiz Mehdiyev şərlənmişdi. Bəli. Və o haqlı idi bizi məhkəməyə verməkdə. Biz də olsaydıq verərdik. Deməli, Ramiz Mehdiyev də bu ölkədə şərə məruz qalıb da. Bəli, qalıb. Və mən də olsaydım, mənə də versəydi, Ramiz Mehdiyev mənim haqqımda yazsaydı ki, Gülnaz Qəmbərli rüşvət alırdı və biz gördük, mən də onu məhkəməyə verərdim ki, olmayan şeyi niyə yazmısan haqqımda? Amma mən məhkəmədə hər şeyi dedim. Yəni, bir dəfə o hakim Nərimanov rayonunun sədri vardı. Məhkəmədə məni gördü 2007-də. Nazım Tağıyev. Yox, sədr idi. Sədr özü aparırdı. Baba öldü. Babayev. Hə. O dedi ki, onlar hamı bilirdi ki, yazılara baxandan sonra bəlli oldu ki, sən günahkar deyilmişsən. Amma bizdə bilirsiniz necə idi? Güllələyəndən sonra bəraət verilən 37-ci ilin qurbanlarına dönmüşdüm mən. Kimsə mənə iş vermək istəmirdi. Hamı qorxurdu ki, Şahbazın dalında qardaşı var, Sabir Rüstəmxanlı var, mənim dalımda kim vardı? Sıravi jurnalist idim, fədakar jurnalist idim. Bir qəzetin az qala 10 səhifəsini tək yazırdım. Şahbazın da dalında durmur Sabir Rüstəmxanlı. Çox elə şey yapır. Ən azından Şahbaz baş redaktor idi. Amma indi... Mən kim idim? Sıravi jurnalist. Münasibətləriniz hamısı olmadı. Mənim heç vaxt Şahbaz olub ki, axırıncı pulunu mənə verib. Mənə həmişə dəyər verib. İndi biz uzun illərdir görüşmürük, danışmırıq yəni. Amma məsələn Şahbaz çıxanda, ət olanda, mən eləmişdim, getdim, halva çaldım, ilk dəfə necə gəldi, apardım Mir Mövsüm ağanın uşağında payladım, gəldim. Özün, onu heç Şahbaz bilmədi. Yox, biz məsələn mən gedəndə, evdən gedəndə o məhkəməyə, mən özümdən 2 dəftər, 2 qələm götürmüşdüm və düşünürdüm ki, mənim tutacaqlar. Heç yol pulum da yox idi. Evə bir məktub yazıb qoymuşdum ki, anama ki, mənim günahım yoxdur. Vallahi yoxdur günahım, mənim bağışda sənə belə dərd yaşatdım. Məhkəmədə dedilər, şərti hamı gedib, mən qalmışam. Şahbaza apardılar, kəmərin zadını çıxartdılar. Şok vəziyyətindəyim, necə yəni? Bəs mənə necə tutmadılar bunlar? Bəs mənə tutacaqlar axı. Onda Ramiz Mehdiyev jest elədi. Yəni ki, onun mənim oğlum balacaydı. Bəlkə Heydər Əliyev yaşayırdı. O zaman qadınlar tutmurdular axı. O zaman kodeks var idi Azərbaycanda. Yox.
Mənə Heydər Əliyev jest elədi, üzərimdən o şərtini də götürdü. Mən Heydər Əliyevdən o qədər yaxşılıqlar görmüşəm ki, saysam bitməz. Bu da ondan biri idi. Ramiz Mehdiyev isə jest elədi. Mən deyim ki, mən yazmamışım, altında imzam var idi. Onunla bağlı yazılan, o yazıya baxıb ona nəsə, yəni sən tuta bilərdin. Əlbəttə 100% tuta bilərdilər məni. Amma o jest elədi. O mənim haqqımda o qərarın çıxmasını istəmədi. Və mən evə gedə bilmirdim. Qardaşı, Şahbazın qardaşı indi Almaniyada yaşayan Əlövsət dedi ki, Gülnaz, niyə getmirsən? Mən dedim ki, evə getməyə pulum yoxdur. Mən bilmirdim, məni buraxacaqlar. Və Əlövsət yola saldı, evə getdim. İnanmırdım buraxacaqlar məni. Və mən qərəzdə olmadım. Nə qəzetə qarşı, nə Şahbaza qarşı. Mən sadəcə dedim ki, mən yazmamışam. Kim nə edib bilmirəm. Amma mən yazmamışam bunu. Mən belə yazmamışam. Mən belə yazmazdım. Mən bilmədiyim bir şeyi, görmədiyim bir şeyi necə yaza bilərdim? Bizi bir oyuna gətirdilər, yəni sadəcə qəzetin bağlanması üçünmü, nə üçünmü bilmirəm, amma bizi bir oyuna gətirdilər. Deyirsən, onda Eynullah da ölkədən getmişdi, ha? Eynullah da hay-huy saldı, ağız atdıq, qışqırırdı məhkəmənin qabağında və mən məhkəmədə Eynullahın üstündə dayanmışdım. Bizim başımıza müsibəti gətirən Eynullahdır. Həmin gecə o qalmışdı redaktor. Yazılarda da dəyişikliyi o eləmişdi və bunu hamımız bilirdik. Və heç Eynullahın da. Yəni, belə çıxdı ki, Eynullah sifariş yerinə yetirib. Nə demişdilər, onu da eləmişdi. Və Millətin Səsi də bağlandı. Bəli, yox, Millətin Səsi onsuz da bağlanmışdı. Bağlanmışdı, qərar çıxmışdı bağlanmağına bağlı. Barat Nuriyevin. O Barat Nuriyev, Heydər Əliyevin neçə minlik baratı yazmışdılar, yazı. O yazıya görə bağlanmışdı. Mən o qəzetlə bağlı o qədər adamla vasitəçi olmuşdum, o qəzetin üstündə məhkəmə işi olmasın deyə. O qədər mən vasitəçi olmuşdum ki, kömək eləmişdim mənə görə. Məhkəmə işini götürmüşdülər o qəzetin üstündən. Amma indi, bəlkə də biz onda başa düşmürdük o şey. Amma mən yazını oxuyanda həyəcan yaşadım. Mən ki, qəzeti əlimə alın, dedim ki, mən belə bir şey yazmamışam. Və onlar mənim gizli imzamı açıqladılar. O gizli imzadan sonra mənə olmayan, mənə o qədər təhqirlər, təhdidlər gəldi, ailəmə, mənə. Yaşamadığım şeylər qalmadı. Yəni, jurnalistin gizli imzasını açıqlayarlar mı? Məhkəmə qərarı olmadan. O məsələ gündəmə gəldi deyə soruşuram. O məsələ ilə bağlı bir şey soruşum. O vaxt Mehdiyevlə sən görüşdün? Yox. Çünki elə bir söhbət o zaman. Yox. Vəkili də ki, görürdü ki, məhkəmədə nə danışırlar, məhkəmədən sonra vəkil mənlə görüşdü, qoca kişi idi. O günü bu hörmətli Əli Həsənova Qaynar Qazana dəvət eləmişəm, bir status yazmışam. Orada Əli Həsənova bir yaxşı rəy yazıbsan. Əli Həsənov tələbə yoldaşım olub. Əli Həsənov çox istedadlı oğlandı. Əli Həsənov yaxşı dostdur. Bu ona görə demirəm, prezidentə. Sən soruşurla, mən heç bir dəfə ona zəh vurmamışam. Onda bəlkə sənə ev verildi? Yox. Mənə ona görə inanmıram ki, belə şeyə görə. Mənim üçün bax, ilkdir ki, sən mən... Məsələn, hamı gedib Əli Həsənovdan nəsə istəyib. Mən heç vaxt istəməmişəm. Tələbə yoldaşı olub? Bəli, müsahibim də olub. Çox yaxşı müsahibdir. Onun danışdıqlarının bir dənə cümlədən bir hərfi belə dəyişməyə ehtiyac qalmır. Savadlı məmurdur. Bəli. Kasıbçılıqla gəlib çıxıb, öz zəhməti ilə gəlib çıxıb, savadı ilə gəlib çıxıb. O öz üzərində işləyən adamdır. Savadlı adamdır və mən ondan qürur duyuram. Səncə o qürur duyursan? Qürur duyuram ondan, bəli. Fəxr eləyirəm ondan ki, mən ondan oxumuşam bir yerdə. Gələrmi Qaynar Qazana səncə? Niyə gəlmir? Gələr. Məncə gələr. Onca bilmirəm. Gələr. O yeganə məmurdur ki, bax bu dəqiqədə ona zəh vur, telefonu özü qaldıracaq. Nəyə soruşacaqsa münasibət bildirəcək. Yox, mən neçə dəfə zəng vurdum, telefonu özü qaldırmadı, yəni. Bəlkə səndə olan nömrələr həmin nömrəsi deyil daha onun. Mən səndən almışdım o nömrələri, o nömrələri. O məndə çoxdan olan nömrələrdir. Ondan sonra heç mən ona zəng eləməmişəm. Taparıq onun nömrəsini. Təşəkkür edirəm. Çox maraqlı, çox mənalı bir müsahibə oldu və Azərbaycan mətbuatının ən önəmli uzun müddət kürünk çalan insanlarından biri Gülnaz Qəmbərlinin bu müsahibəsi mənim üçün də önəmli oldu. Bir neçə də belə kövrəldik. İnşallah mediamızın gələcəyi yaxşı olsun. İnşallah. Təşəkkür edirəm.